Bəs siz bilirdiniz ki, bunlar tek makiyajda istifadə olunmur. Fırçaların bir dənə də siri var. Bəli, bunları əslində rəsmdə də istifadə etmək olar. Necə və harda indi göstərəcəm. Yəqin ki, mənim əl işlərimi görmüsünüz və özünüzə sual vermisiniz. Bu tonlamanı bu şəkildə necə eləyir? İndi mən sizə deyəcəm, fırçaları mən bu işdə nədə istifadə edirəm və niyə mənə bu qədər rahat olur bu tonlamanı vermək. Bundan qabaqki videolarda mən izah eləmişdim bunun tonlama üçün lazım olduğunu və harda necə istifadə eləməyini hamısını demişdim. Amma tonlama bu üzdə lazım olur. Fırçalar isə üz cizgilərdə. Məsələn, üz cizgilərdə siz ton verəndən sonra əsasda göz hissələrdə, burun hissələrdə tonlamanı vermək istəyəndə tonu karandaşla verib fırça ilə şəkli sərgəli formada yaya bilərsiniz ki, keçidlər yaranmasın və qubqa məsələn tonu biraz yeyirsə, fırça o tonu yemir, əksinə daha da tündləşdirir. Bunu mən üz cizgilərdə rahat şəkildə göstərə bilərəm fırça ilə. Baxın, bu şəkildə istədiyiniz tərəfə də yaya bilərsiniz. Ona görə mənim rəsmlərim bu qədər detallıdır. Belə videolar səhifəmdə çoxdur və yeni olacaq. Mən sizə bütün sirlərimi verəcəm. Əgər istəyirsinizsə, maraqlıdırsa və yeni bu texnikaları, sirləri öyrənmək istəyirsə, takib atın və izləyin məni. Bundan əlavə rəsm dərsləri keçirəm və portret sifarişləri qəbul edirəm. Maraqlıdırsa, yaz mənə.